Assalamu alaikum uşaqlar, mən Səlim. Deməli, uzun müddətdən sonra, bilmirəm, Car Parkingdə birinci bölümdür yoxsa deyil, ona da baxacağım inşallah. Deməli, uzun müddətdən sonra yenidən Car Parking gəldi. İndi çox adam deyəcək ki, yəni mənim kanalımda köhnə videolar var idi. 06-07 Car Parkingdə çəkib paylaşırdım. 06 yox, 07 falan çəkib paylaşırdım, geometrilər falan. İndi telefonumu dəyişmişəm uşaqlar. Telefonu indi dəyişəndən sonra bütün videolarda, Car Parking haqqında olan bütün videolarda sildim. Və bugün bu ceyranı yenidən modifikasyon edəcəyik. Deməli, bu ceyranın problemləri, deməli, bu sökülməlidir. Bunun nömrəsinin bir dənə ideallığına baxın. Yəni, hamısını bir dəfəlik başdan sökəcəyik və bugün sizlə bir yerdə maşınımızı yenidən modifiyə edəcəyik. Getdik. Uşaqlar, deməli, maşınımızın hər şeyini sildik, gördüyünüz kimi. M5CS yığmışdım açığı. İndi isə M5CS sökəcəyik. Bilmirəm, yəni yenidən M5 falan çıxardıram ortaya, amma bilmirəm, CS falan çıxardıram, bilmirəm. Bəlkə çıxartdım, yəni bilmirəm vallahi. Görün, belə bir dənə bufer alacağım. Amma bu səfər M5 yığacağım, yəni CS-in buferini falan taxmayacağım da. Normal M5-indir. İndi isə range kodumuzu vuraq üstündən. Təkərin range koduna dəyməyəcəm, çünki də təkərin range kodu yaxşıdır. Allah. 2. Hazır. Deməli, gördüyünüz kimi range kodumuzu da atdım, üstünə getdi. İndi buradan buferi dəyişmək istəyirəm. Çünki bufer pis durdu. Bu olmaz, bu da olmaz, bu da olmaz, bu da olmaz. Bu yaxşı. İndi dostlar, nə edəcəyik? Birinci logo yığacağıq, sonra M5 logosu falan. Yəni bugün bu M5'i sıfırdan yığacağıq. Yəni geçək BMW logosu yığaq. TikTok'dan bir dənə BMW logosu yığma taktikası götürmüşəm. Özüm də. Görəm eləyə bilsəm, özüm də eləyəcəm. Burada mənə TikTok'da çəkib paylaşırlar. Dedim, ay kişi, bir deyəyəm, biz niyə çəkib paylaşmırıq? Çünki mən M5'im hələlik proyekt gedirdi. Deməli, bir aralar Car Parking'i bıraxdım, yəni GTA Alpa falan. Car Parking'də olan həvəsim bir dəfə öldü. Ölürsə zildirik də, ölən həvəs, Car Parking həvəsi heç vaxt öldürək. Nəsə, çox da uzatmayaq. Logomuzu yığaq, qutaraq bir dənə. Məli qardaşlar, bu necə yığırlar, nətər yığırlar. Buna belə eləyək. Hazırdır uşaqlar. Logomuzun çərçivəsini falan, hər şeyini hazır elədim. İndi qaldı çərçivəni rəng koduna atmaq üstünə. Cızıqları da maşının rəngindən atmağı planlayıram.
Hazır uşaqlar. İndi üstünə atıq bunu. Uşaqlar bir dəqiqə dayan zəhmət olmasa. Uşaqlar deməli davam edirik. Buradan bunu atacağım üstünə. Buradan bunu seçək. Bunu təbii ki rəng eləyəcəm. Uşaqlar. Bunu belə eləyək. Uşaqlar. Kopyalayaq bunu uşaqlar. Və bunu şey eləyək belə. Bunu da belə eləyək. Hazır. İndi bu loqonu bir dəqiqə bu çərçəvədə biri yekə biri balacadır. Güzeldir. Deməli M5 loqosunu sıfırladım. M5 loqosunu sıfırdan yenidən yığacağıq təbii ki də. Çünki bayaqki M5 loqosunda M5 CS yığırdım. Yəni CS yığmağa çalışdım ama olmadı. Gördüm yok CS olmur. Ben de dedim bu ara falan gələn hafta falan gələn yeniden yığaram benim. Logomuza bir dənə M qoyaq. Bunu belə eləyək, güzəllik. Biraz da balacalaşdıraq. Biraz belə eləyək. Ondan sonra bunu kopyalayaq. Ben Ala çıxma. Kopyala W kopyalayaq uşaqlar. Dili dəyişsəm yenə. B koymalıyım diyorsun ha. Düzdür. BMW. Все. Logomuz demək olar ki hazırdır. Logonu götürək və yerinə olduğu şəkildə qoyaq. Deməli CFM2-yə başlamağı fikirləşirəm. Deməli CFM birincisi deməli sizcə Car Parking 1 oynamağa davam eləyim yoxsa Car Parking 1-in başını buraxıb Car Parking 2-yə keçək? Nə deyirsiniz? Hamımız da cıpımı bir falan deyəcək amma yenə də elə belə soruşum. Sizcə cıpımı 1 buraxım CFM 2-yə keçim yoxsa elə CFM 1-də də qalım? Yani nətər fikirdir. CFM 2-yə keçim yoxsa dayanacaq. Bir şey var ki təkər çox sülə sıxır da bu oyunda. Onu da düzəltsinlər. Bir dənə bana belə eləyirsən. Qardaş, söyləyirəm qardaş. Otur rolun dalında qardaş, sür dalında qardaş. Amma sür. Bakma gördün ki ya 180'den gözünden ki bir yana şefşehli dadan mağa baxıram. Neyse biz devam eləyək oyunumuza. Çok değil bu. Bunu 5 nəfər eləyim indi mən. Dəqiqə bunu sökək. Bunu biraz həm bağlaşdıram da belə qoyaq. Ərişik. Bunu mən nəfər 5 eləyim uşaqlar. Bunu hər halda belə eləyim mən. Yaxşısa. Salamatı bunu belə eləməkdir var belə. Belə.
Sizcə BMW M3 yığım, yoxsa gələn videoda M3 yığmağı fikirləşirəm. M3'ümüz var bilin geçen. Köhnələrdən ha, təzələrdən yox. Təzələrdən mən M3 yığmışam da, köhnədir, təzədir, bilmirəm vallahi. Yəni bu BMW-lərdə M3'ün lap başını bırakırlar. Nəysə, bir şey elədik, indi qaldı M logosunu eləmək, M logosunu da başlayaq eləməyə. Sizcə gələn videoya nə yığım? BMW M3 yoxsa M07? Bunu belə eləyək. M5 logomuz da hazır deyəsən. Bilmem. Elə deyəsən deyirəm, amma deyəsən hazır. Elə baxıram. Ben eləyək. Devam. Bunu belə elədik. Gəldik bunu belə elədik. Aldıq bunu. Bunları sökün. Deməli, gələn videoda inşallah həqiqətən də video deyəsən çox uzun oldu. Gələn videoda inşallah qalan şeylərini eləyərik BMW-mizin. Bu cür BMW logosu ilə M5 logosunu elədik. Gələn videoda da qalan şeylərini eləyərik uşaqlar. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.